Salam hörmətli tamaşaçılar, Talih TV izləyiciləri, hər birinizi salamlayıram. Bugünkü Talih TV-nin qonağı Seyid Mücahid nəslinin nümayəndəsi olan Mirsədizadə Mütəxab Mirməhəmmədoğludur. Əvvəla Mütəxab baba, sizi salamlayırıq. Xoş gəlmisiniz efirimizə. Bu bayram ərəfəsi biz hər birimiz dünyadan köçənlərimizə Quran oxutmuşuq. Çox istəyərdim ki, sizin dilinizdən bugünkü Talih TV izləyicilərinin hər birinin dünyadan köçənlərinin ruhuna bir dua oxuyasınız. Sonra efirimizi davam etdirək. Buyurun baba. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. وَالضُّحَى وَاللَّيْلِ إِذَا سَجَى مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى وَلَلْآخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولَى وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَى أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَى وَوَجَدَكَ ضَالًّا فَهَدَى وَوَجَدَكَ عَائِلًا فَأَغْنَى فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ وَأَمَّا السَّائِلَ فَلَا تَنْحَرْ وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ صَدَقَ اللَّهُ الْعَظِيمُ سُبْحَانَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُونَ وَسَلَامٌ عَلَى الْمُرْسَلِينَ وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ Amin. Allahümme belliğ ve efsil min feteve ve kıraatna ve berekna duana ve seyyidina ve nebiyina ve şefina Muhammedin sallallahu aleyhi ve sellem ve iler ve cemil enbiya'l ve mursalin ve iler ve cemil mu'minine vel mu'minat vel muslimine vel muslimat el ahyai minhum vel enbat ve iler ruhul merhumine vel mağfurlen ma'lumin. İlahi amin. Okunan ayet-i kerimelerden hasılın, savabın, mislilerinde, Peygamber Seyyidet Muhammed Mustafa sallallahu aleyhi ve sellem ruh şeriflerine yerdirin. Sonra cəmiyyətin ənbiyələrin, əvliyələrin, əsrələrin, şeyhlərin, məşayixlərin, müşriklərin, mürcülərin, müxtislərin, müstəzəsələrin, 12 imamın, 14 məzmun, 5 şimsanin, sahabe-i tabinlərin, Kərbələ şəhidlərinin, Qarabağ şəhidlərinin, İlmiyamba şəhidlərinin, Azərbaycan dünya şəhidlərinin ruhlarına və bizim izləyicilərin, ölmüşlərinin, qalmışlarının ruhlarını oxuyub bağışladım. Yerlərini behişt eylə, ruhlarını şad eylə, qalmışlarına sağlıq, sıhhat, afiyyət qismət eylə və inşallah okunan ayət-i kərimələrin hasılın savab mislilərində olan ruhlarına vasıl eylə. Və sallallahu teala ala xayri xalqihi Muhammedin və aləlihi və sahbihi əcməin və bi hürməti surətil mübarəkətil Fətihə. Elhamdülillahi Rabbil alemin, Errahmanirrahim, Maliki yevmiddin, İyyâke na'budu ve İyyâke nesta'in, ihdinas sıratal mustaqim, sıratal lezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllin. Bismillahirrahmanirrahim. Kul huvallahu samet lem yelid ve lem yulad ve lem yekul lahu kufuven ahad. Allah rəhmət eləsin, Allah qəbul etsin, ruhları şad olsun. Və bu bayramlarımızın adətlərindən də biri nədir? Milli yeməyimiz olan plov bişirib süfrəyə qoymaq, şəkər bura paxlava bişirmək, badam bura bişirmək, quru ləpələrdən qoymaq, sonra meyvə quruları qoymaq, süfrə bəzəmək ki, bayram günləri bu da bizim gözəl adətlərimizdən biridir. Biz bu Novruz bayramını adətən kəndlərdə həmişə ən əziz bayram kimi, müqəddəs bir bayram kimi keçirmişik. Kənddə necə keçirilirdi, oradakı adətənlərdən, yadınızda nə qalıb onlardan deyə bilərdim? Yadımda qalan adətlərdən biri odur ki, son zamanlar, deməli, mənim xatirəmdə qalan, yadımda qalan, böyük vaxtlarıma düşən zamanlar odur ki, kosa bəziyirdilər, kosanın yanında mütləq kimsə bir yardımcısı olurdu, tonqal qalanırdı, kosa bəzənirdi və bu kosa həm hədiyyə yığırdı, həm hədiyyə paylayırdı, səməni göyərdilirdi, sonra səməni halvası deyilən şeylər vardı ki, bunlar bişirilirdi. Yəni, çox gözəl adətlər, kosa gözəl qapıları gəzirdi, musiqi ilə, nağara ilə, musiqi alətləri ilə insanları şənləndirirdi, əyləndirirdi, onlara həm hədiyyə verirdi, həm hədiyyə alırdı. Yəni, gözəl bayramlardır. Həqiqətən yadınıza düşəndə insanın qəlbində xoş xatirələr oyanır. Bir növ insan milliliyinə qayıdır, durulaşır.
Belə bir şey də var ki, biz özümüz də məsələn sumka götürürdük, camtay deyirdik də o vaxtı belə bir şey. Evlər bir şirini yığardıq. Belə bir şey vardı ki, məsələn, mənim yadıma gəlir ki, o qapı güdmək deyirdilər, nə idi? Yəni, əgər o qapı güdəndə kimsə bir xoş xəbər deyərdisə, deməli, ilin uğurlu olacaq, sanki bir fal kimi də, belə deyək. Və yaxud kimsə bir xərt xəbərsə, insanlar üzgünlük yanardı. Ona görə adətlərimizdən biri də bu idi ki, həmişə Novruz bayramında, ilaxır çərşənbədə mütləq xoş sözlər danışmaq lazımdır ki, məsələn, qapı, fal kimi mənasında qapı güdməyə gələnlər xoş sözlər eşitsinlər və xoş təəssüratla ayrılsınlar. Çox gözəl baba, bunu çox gözəl. Məsələn, papaq attı mərasimi olurdu. Papaq attı nə idi? Papaq atırdılar, ora hökmən manat qəpik də olsa pul qoyulurdu, ya hədiyyə qoyulurdu. Da belə insanlar heç kəsin xətrinə dəymirdi. Hamı bayram əhval-ruhiyyəsində olurdu kənddə. Deməli, bayram ərəfəsi biz evlərimizdə ancaq xoş söz danışmalıyıq. Bəli, xoş söz danışmalıyıq. Hədislərdə də gəlir, hədis şəriflərdə də gəlir ki, deyir ki, nə cür düşünürsünüzsə, o cür danışırsınız, nə cür danışırsınızsa həyatınıza əks olunur. Yəni, deyir, gözəl düşünmək lazımdır ki, gözəl danışaq, gözəl danışmaq ki, gözəl yaşayaq. Mənim yadıma gəlir ki, rəhmətli Ulu Öndər həmişə bu fəvvarələr meydanına gələrdi. Orada deməli Milli Novruz bayramımızı qeyd eləyərdi. Orada xalqın arasında olardı, xeyir dua verərdi, çıxış eləyərdi. Musiqiçilərlə, xalqla bir arada olardı və təbrik eləyərdi, geri dönərdi. O adətən onun ləyaqətli davamçıları da yaşayırlar. İlham Əliyev cənabları, xanımı və Azərbaycan xalq hamısı bu saat o adətənlər yaşayır. Və mən də fürsətdən istifadə ilə xalqımıza üst tutub, böyüyündən, kiçiyinə, ağsaqqalından, cavanına, hamısına kimi bayramlarını təbrik edirəm. Xalqımıza rəşadətli, möhkəm olmağa arzu edirəm. Azərbaycan xalqı qalib xalqdır. İnşallah daim onu qələbələr gözləyir. İnşallah da Allah həmişə şansımızı bol eləsin, çox eləsin. Firavan həyata qovuştursun bizi. Ağsaqqalsız, böyüksüz, kiçiksiz eləməsin. Allah yardımcı olsun. Bir daha xalqımızı təbrik edirəm. Həmişə bayramlarda görüşməyə, həmişə bayram əhval-ruhiyyəsində qələbə əzmində olmağı Allah təala bizlərə, Azərbaycan xalqına nəsib eləsin. Çox sağ olun, Allah köməyin olsun. Mən də söyləyirəm ki, bu bayram çəkilişlərimizi vaxtında eləyək. Tezliklə qaydaq rayonumuza çəkilişlərimizi orada eləyək. Amin. Allah Qubatlımızda, Şuşamızda, Kəlbəcərimizdə, Laçınımızda və başqa işğaldan azad olmuş torpaqlarımızda da bayramları qeyd eləmək, orada şənlənməyi nəsib eləsin. Qoy xalqımız daim şad olsun, həmişə öz torpaqlarımızda. Allah razı olsun ki, ordumuzdan da müzəffər ali baş komandanlar razı olsun ki, torpaqlarımız artıq müstəqilliyə qovuşdu və biz ancaq qələbə əhval-ruhiyyəsində yaşayırıq, yaşayacaq inşallah. Biz artıq gözləyirik ki, başlanılan işlər yarımçıq qalmayacaq, torpaqlarda quruculuq, dinc quruculuq işləri gedəcəkdir və biz də orada bayramlarımızı qeyd edəcəyik. Biz bu əhval-ruhiyyə ilə yaşayırıq, inşallah yaşayarıq. Baba, bu şən Novruz əhval-ruhiyyəsi ilə başladıq verilişimizə. Novruzla yanaşı bugün müqəddəs Ramazan bayramımızdır, oruçluqdur belə deyim. İnşallah oruç bayramında da az qalıb. Bununla bağlı nə deyərdiniz izləyicilərimizə? Ramazan bayaq vurğuladığımız kimi, deməli, Ramazan ayı boyunca ayət kərimədə gəlir ki, deməli, Əstəğfirullah, Yə əyyuhəl-ləzinə əmən kutubə əleykumus-siyamu kəmə kutubə aləl-ləzinə min qablikum. Ey iman edənlər, Ramazan ayında oruç tutmaq, bir ay fərz orucu tutmaq sizdən öncəki ümmətlərə fərz olunduğu kimi sizlərə də fərz olundu. Nədir burada? Allah Taala deyir, birinci nəfsi yaratdı və nəfsdən soruşdu, sən kimsən, mən kim? Nəfs dedi, sən, mən də mən. Və nəfsi 100 il cəhənnəm odunda yandırdı. Sonra soruşdu, sən kimsən, mən kim? Nəfs dedi, sən, mən də mən. Və nəfsi bu dəfə 100 il ac saxladı. Sonra soruşdu, sən kimsən, mən kim? Nəfs aclığa tab gətirməyərək, halsız düşərək dedi ki, sən Rəbbimsən, mən qulum. Və nəfsi özünə düşmən tutdu və buyurdu ki, nəfsə qarşı mübarizə aparın. Ağlı yaradanda isə soruşdu ki, sən kimsən, mən kim? Ağıl ilə birinci əldən dedi ki, sən Rəbbimsən, mən qulum və ağlı da özünə dost tutdu və buyurdu ki, ağılla hərəkət edin. Ona görə də həm nəfsin, məsələn, hədislərdə gəlir ki, Allah Taala'nın və insanın ən böyük düşməni nəfsdir. Ondan sonra insanın ikinci düşməni pis dostlardır, hansı ki pis işlərə təhrik edir. Üçüncüsü və ən zəifi şeytandır, iblisdir, şeytandır. Ona görə də nəfsimizlə mübarizə aparmaq
həm də ki, kasıb, ac insanlara, yer üzərində əziyyət çəkən, aclıqdan əziyyət çəkən, iqtisadi buna əziyyət çəkən, müharibələrdən əziyyət çəkən insanların hansı halda olduğunu dərk eləmək üçün Allah Taala varlısından, kasbından, məmurundan, işçisindən asılı olmayaraq hər kəsə oruç tutmağı Ramazan ayı boyunca bir ay fərz etdi, vacib fərz etdi. Ona görə də deməli, həm nəfsimlə mübarizədir, həm də tibbi cəhətdən götürəndə Ramazan ayında deməli oruçlu insan ac qalarkən bədəndə başlayıb baş ağrıları oyandığı zaman artıq insanda təmizlənmə gedir bədəndə. Sağlam hüceyrələr, cüzi hüceyrələr başqa xəstə hüceyrələri yeyir və insanda sağlamlaşma yaranır. Ona görə də məsələn ən pərizdən gözəl həm də müalicə üsulu da yoxdur. Bu İslamda da var ki, elə Ramazan ayındakı oruc bunun bariz nümunəsidir. Həm nəfsimizə qarşı düşmənçilik, yəni Allaha ağılı dost tutmaq kimi, həm də insan yer üzündəki əziyyət çəkən aclıqdan, ekonomi durumdan dolayı əziyyət çəkən insanların vəziyyətini anlamaq üçün oruc tutmaq bizi təbii ki, həm əxlaqımızı, imanımızı, sağlamlığımızı, dinimizi gözəlləşdirir. Ona görə də və həm də ki, bayram günü də ki, beləliklə Mart ayının 30-da deməli Ramazan, Şəvval ayının 1-ci günü Ramazan bayram günüdür və bu Ramazan ayını uğurla başa vurdığımıza görə inşallah ki, həmin günü bayram edəcəyik, bayram namazı qılacağıq və insanlar da bir-birini təbrik eləyirlər. Bir yoldan gəldiyi zaman evlərinə başqa yolda dönürlər. Həmin günü də qəbirstanları ziyarət etmək, Quran oxumaq, dua oxumaq, vermək, yəni savabdır, yaxşıdır, caizdir. Həm də bayram əhval-ruhiyəsində olursan, sədaqə çıxardırsan, təmiz paltar geyirsən, qusul alırsan, deməli ondan sonra bayram namazısan, bayramlaşırsan, təbrik edirsən, həmin gün şən əhval-ruhiyyədə olursan. Məsələn, bəzi qardaşlarımız, bacılarımız, yəni rəhmətə gedənlərlə dolayı Qara Bayram deyə bir məhfumda bulunurlar ki, bu yanlış məhfumdur. Çünki qəbrüstü günü, məsələn, Novruz bayramından öncə, İl-Arı çəkimdən öncə qəbrüstü günü var və yaxud Ramazan bayramı, Qurban bayramı günləri qəbirləri ziyarət eləmək, dua vermək, təmizləmək, orada şəhnavərdə olmaq olar. Və yaxud bayram süfrəsi açdığın zaman rəhmətlərinin ehsanında demək olar. Amma Qara Bayram məhfumu, həmin günü hüzünlü olmaq, həmin günü bayram deyildir deyə bir anlamda olmaq, bu yanlış bir şeydir ki, həmin günü Ramazan bayramında, Qurban bayramında bizim Allah Taala'nın lütfü, mərhəmətidir, ehsanıdır, bizə bayram günləridir və həmin günü qara ifadədə bulunmaq düzgün deyil. Həmin günü şən əhval-ruhiyyədə bayram əhval-ruhiyyədə olmaq lazımdır. Amma dinimizə görə qəbirləri ziyarət etmək, dua vermək, həm bişirilən yeməkləri rəhmətlilərin ehsanına və rəhmətlilərin ruhuna Quran oxumaq caizdir.